Oğul, meydanda hünər göstərdin, uğur qazandın. Həmişə uğur qazan. Adın da qazan olsun. Adını mən verdim, yaşını tale versin. İnsanı digər şəxslərdən fərqləndirən əsas amillərdən biri adlardır. Dünyaya gələn şəxsə seçilən ad başqaları tərəfindən necə göründüyü və gələcəkdə onu hansı xarakterdə olacağını formalaşdıracaq qədər əhəmiyyətlidir. Bu dəfə sujetimizdə adımızın taleyimizə təsirindən danışacağıq. Əvvəlki adımı dəyişmə səbəbim belə başladı ki, bir numeroloq xanımla analiz etdik. Çox da inanmırdım numerologiyaya, bunu etiraf edeyim. Xanım mənim adımda olan reallıqları, mənfiləri, müsbətləri deyəndə qəbul etmədim. Amma insanın özünün bir analiz etmə şəkli olur ki, insan hardasa bir yerlərdə özünün reallığı ilə qarşılaşır. Sadəcə maraq xatirinə gizli şəkildə götürdüm bunu, bir neçə ay öz üzərimdə istifadə elədim. Hələ bağırsaq ağrılarım anında yoxa çıxdı. Mən gənc yaşımda ürək xəstəliyi tapmışdım. Hər gün ürək ağrısı və ürək döyüntülərindən əziyyət çəkirdim. Üstünə bir də təzyiq problemlərim var idi. Yəni bir neçə dəfə yıxıldığım da olmuşdu təzyiqdən. Və adımı dəyişdikdən sonra bu proseslərin tamamilə yox olduğunu, indi normal insanlar kimi olduğumu görürəm. Tədqiqatçı Firidun Qurbansoy isə deyir ki, adımızdakı hər səsin enerjisi var. Adlar birbaşa insan taleyinə təsir edir. Ümumiyyətlə, ad seçərkən düşünmək lazımdır. Ad həm də insanların bizə qarşı davranışlarını formalaşdırır. O adamlar ümumiyyətlə öz adlarından narazılıq eləyir ki, onlar taleyindən narazıdır. Onlar elə gəlir ki, adı dəyişəndə taleyi də dəyişər. Amma xarakteri dəyişə bilməyəcəksən ki, düzdür. Xarakter həmin xarakter olduğu üçün attığın addımlar da ona hesablanacaq və uğursuzluqları ancaq adla görən adamlar burada da yəqin ki, yanılacaqlar. Əgər adı normalsa, əgər bu adı ona utanc gətirmirsə, əgər bu ada cəmaat öyrəşibsə, o adı dəyişib başqa adı daşımağı mənası nədir? Taleynamələr var. Adı və anasının adının hərflərini əbcədlə hesablayırlar, 12-yə bölürlər. Alınan qalıq 12 sistemin birinə müvafiqdir. Qalıqsız olanda 12 deyilir. Yəni bu birdən 12-yə qədər olan taleynamələrə dürüst gəlir, düşür ki, bu adam hansı xarakterin sahibidir, böyüyəndə nə olsa yaxşıdır, hansı xəstəliklərdən əziyyət çəkə bilər. Hətta xəstələr üçün də belə taleynamələr var. Mövzu ilə bağlı şəhər sakinlərinin də fikrini öyrəndik. Məncə onların seçimi olmadığı üçün, yəni sonradan dəyişdirmə fikrinə gəlirlər, xoşuna gəlməməklə bağlı və yaxud da ətraf mühitin onun haqqında nə fikirləşdiyi falan ola bilər. İnsan taleyinin adından heç bir əlaqəsi yoxdur. Elə də dərindən təsir olduğunu düşünmürəm, amma ki, yəni mən belə babaannenin adlarını qoymağa, ölü insanların adlarını qoymağa yaxşı baxmıram elə də. Ümumiyyətlə, ad dəyişmək düzgün hal deyil. Bilirsiniz niyə? Bu, insanın xarakterindən irəli gələn bir şeydir. Adı dəyişməklə deyil, adı yaşatmaq lazımdır. Əgər tutaq ki, birinə gözəl bir ad qoyulur, amma xaraktercə o yaxşı bir normal insan olmur. Adın günahı yoxdur. Adı qaldırmaq lazımdır, aşağı vurmaq yox və dəyişməklə də heç nə alınmır. İnsanın adı ilə həyatı arasında bağlılığın olduğunu düşünənlər də var, buna inanmayanlar da. Bəs dinimizdə ad qoymaq, onun insan həyatına təsiri ilə bağlı münasibət necədir? Ad dəyişmək böyük problem deyil. Ad dəyişmək həyatı dəyişmək deyil, qədəri dəyişmək deyil, talehi dəyişmək deyil. Əslində, insan ona verilmiş bir adı doğrulda bilər. Əgər gözəl bir ad seçilibsə, ona verilibsə, o etimadı doğrulmalıdır. Yox, verilən ad əgər naxoş bir addırsa, gerçəkdən o adam üçün yükdürsə və təbii ki, bu addan vaz keçə bilər. Eyni zamanda biz bunu da Peyğəmbərimizin həyatında görə bilirik. Allahın Rəsulü Aleyhisselatü Vesselam, məsələn, Mədinə-til Münəvvara yerin adı, o yerin adı Yesrib mənasında fitnə fəsad yurdudur. Peyğəmbərimiz o yerin adını dəyişib Mədinə, şəhər mənasına gətirib. Allahın adlarını insanlar bəzən evladlarına qoyarlar. Bu da böyük bir yanlışdır. Tutalım ki, məsələn, Rəbbimizin əsmasından, isimlərindən biri Samət ismi var. Biz evladlarımıza Samət ismi verə bilmərik. Verməmiz üçün də təbii ki, qarşısına nə gətirməliyik? Bir abd sözü gətirməliyik. Abdüs-Səməd. Qul, Allahın qulu, Rəhmanın qulu, Əzizin qulu, Abdül-Qadir, Qadirin qulu, Xaliqin qulu və s. belə isimləri verə bilərik.
Bəzi adlar var ki, qeyri-ciddi səslənir və gülüş doğurur. Bu ad sahibinə pis təsir edir və bu səbəbdən o adını dəyişdirməyə məcbur qalır. Son dövrlərdə qeydiyyat idarələrinə adların dəyişdirilməsi ilə bağlı müraciətlər daha çoxdur və statistik məlumatlara görə 1874-ə qədər müraciət var. Bu, əsas etibarilə 18 yaşından 30 yaşına qədər olan gənclərdir. Bu nə ilə bağlıdır? Əsas etibarilə valideynlər adları seçən zaman düzgün düşünməlidir. Gülüş doğuran adlar uşaqlara, övladlara qoyulmamalıdır və bu adların əksəriyyəti gülüş doğduğuna görə, məsələn, Qayım bəyim, Gürzə bəyim, eləcə də Felix, Felitir, Filter, bu tipli adlarla bağlı müraciət olunur. Doğrudan da mən gəncləri bu sahədə, bu təşəbbüslərini yüksək qiymətləndirirəm. Yeri gəlmişkən, bu ilin birinci rübündə 576 şəxsin adının, ata adının və ya soy adının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb. Ədliyyə Nazirliyinin məlumatına görə 2022-ci ildə ümumilikdə 2372 ad, ata adı və ya soy ad dəyişdirilib, 2023-cü ildə bu say 5,1% artaraq 2492 olub.